ümumiləşdirək. İbtidai icma quruluşunu sürətli şəkildə bir dənə ümumiləşdiririk. Demək, Lamiyə, dedik ki, ibtidai icma quruluşu neçə yerə bölündü? Hə, 3 müəllim. Daş dövrü, tunç dövrü, dəmir dövrü. Dəmir dövrü. Daş dövrü özü neçə yerə bölündü? 3 dövrü. Alt paleolit, yox, Yox, mezolit, daş orta daş dövrü, bir də neolit. Paleolit, mezolit, Mezolit, neolit. neolit. Daşdan tunca keçid necə adlandı? Orta tunç dövrü, erkən tunç dövrü, bir də son tunç ilk dəmir dövrü. O tunç dövrünün bölündüyü mərhələlərdir. Bir də var, daşdan tunca keçid. Bu necə adlanır? Eneolit. Bəli, eneolit dövrü Hə, adlanır. hə, onu deyirsə, eneolit. Yaxşı. Nərmin, ilk insan tipi necə oldu? Bacarıqlı. Bacarıqlı insan ilk insan tipi. Doğrudur. Hansı dövrdə yaranmışdı? Hansı dövr? Alt paleolit. Bəli, alt paleolitdə. Xədicə, orta paleolitdəki yaranmış insan tipi? Neandertal insan tipi. Neandertal. Üst paleolitdəki insan tipi? Bacarıqlı insan. Homo sapiens. Bacarıqlı yoxsa? Homo sapiens? Ağıllı insan. Ağıllı insan. Bəli, ağıllı insan. Yaxşı. Lamiyə, deyirəm mənə nəyi? Ox və kilin hansı dövrdə ixtira olundu? Mezolit dövründə 12-ci, 8-ci minillikləri əhatə edir. Ay, sağ ol. Qəbilə quruluşu hansı dövrdə yarandı? Üst paleolitdə. Üst paleolitdə. Qəbilə quruluşundan əvvəlki quruluş, yəni ki, ilk insan kollektivi necə adlanırdı? Ulu icma. Ulu icma hansı dövrlərdə mövcud olmuşdu? Alt paleolit, orta paleolit. Ay, sağ ol, bəli. Yaxşı. Azıq mağarasında araşdırma aparan alim kim idi? Məmmədəli Hüseynov. Məmmədəli Hüseynov. Nərmin, deyirəm mənə, insanlar oturaq həyatı hansı dövrdə keçirlər? Neolit. Neolitdə, bəli. Bəs köçəri yaylaq maldarlığı nə vaxt yarandı? Erkən. Bəli, erkən tunç dövründə yaranmışdır. Doğrudur. Birinci ictimai əmək bölgüsü nə idi? Əkinçilik maldarlıqdan ayrılmışdı. Bəli, əkinçilik maldarlıqdan ayrılmışdı. Ticarət hansı dövrdə yaranmışdı? Orta. Orta tuncda. Tacirlər qrupu nə vaxt idi bəs? Son. Son tuncda tacirlər qrupu ayrılmışdı. Bəli. Yaxşı, sənətkarlıq nə vaxt ayrıldı? Neçənci ictimai əmək bölgüsü gedir? İkinci. İkinci ictimai əmək bölgüsü doğrudur. Xədicə, deyirəm mənə nəyi? Demək, Ağcabəddə Kamiltəpə biri də nə idi? Tovuzda Göytəpə. Ay, sağ ol. Hansı dövrə aiddir bunlar? Neolit dövrünə. Neolit dövrünə. Bəli. Deyirəm mənə, hansı dövrdə harpun düzəldirdilər? Mən deyim. Bəli, bəli. Harpunu mezolitdə düzəldirdilər. Mezolitdə. Harpun nə üçün idi? Balıq tutmaq üçün. Doğrudur. İstehsalı keçidin əsası nə vaxt qoyuldu? Mezolitdə. Mezolitdə. Mezolit dövrü hansı abidələr əsasında öyrənildi? Mezolit dövrü Qobustanda. Bir də Damcılı mağarası. bəli, Qazaxdakı damcılı. Qazaxda bir dənə mağara vardı. O hansı idi? Daş salahlı. Orada hansı dövr öyrənilmişdi? Daş salahlı da alt paleolit dövrü. Yox, orta paleolit dövrü. Orta paleolit dövrü. Alt paleolit dövrü harda öyrənilmişdi? O da alt paleolit dövrü. Sadəcə Daş salahlı damcılı. Azıq mağarası. Azıq mağarasında. Fisiyo. Ən asan sual. Alt paleolit dövrü bəli, Azıq mağarasında öyrənilmişdi. Yaxşı. Lamiyə, deyirəm mənə nəyi? Hansı dövrdə əkinçilik və maldarlığın əsası qoyuldu? Mezolit dövründə. Bəli. Hansı dövrdə əkinçilik və maldarlıq əsas peşə sahəsi oldu? Neolitdə. Bəli. Hansı dövrdə ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsi oldu? Enolitdə.
Ay sağ ol. Bəli, Enolit dövründə. Hansı dövrdə Ofsun, Totem bunlar meydana gəlmişdi? Və biz bunları qayaüstü təsvirlər əsasında müşahidə edirik. Erkən tunc, son dəmir dövründə. Yox, son tunc, ilk dəmir dövründə. Yox, Enolit dövründədir. Hə, Olsun, mənim o Totem. son tunc dövründə də var. Dini günəşə, aya, meşəyə, heyvanlara sitayiş Bəli, edirlər, ona sitayiş qarşı. edirlər. Bəli, o sitayişidir. Axirətə inam nə vaxt yaranmışdı? Orta paleolit dövründə. Orta paleolit dövründə, doğrudur. Yaxşı, ölülər evlərin içərisində nə vaxt dəfn olunmağa başlamışdı? Neolitdə. Yox, enolitdə müəllim, enolitdə. Enolit dövründə. Bəs kənarda nə vaxt dəfn olunurdular? Erkən tuncda. Erkən tunc dövründə. Həm də qəbirlər, kurqanlar düzəldilirdilər. Ay, Həm də sağ ol, ölü yandırma var idi. Bəli. Hansı dövrdə qəbrə məişət əşyaları qoyulurdu? Qoyulmağa başlamışdı, yəni daş bütdə tapılmış. Mezolit dövründə. Mezolit dövründə, doğrudur. Yaxşı, Nərmin, ox və kaman hansı dövrdə ixtira olundu? Mezolitdə. Ağıllı insan nə vaxt yarandı? Üst paleolitdə. Ay, sağ ol. Süni od nə vaxt yarandı? Orta paleolitdə. Orta paleolitdə, bəli. Yaxşı, ibadət evləri nə vaxt meydana gəldi? Erkən tuncda. Bəli. İlkin şəhər mərkəzləri nə vaxt meydana gəldi? Orta. Orta tunc dövründə. Ticarət nə vaxt yarandı dedik? Son. Hansı? Son tuncda. Ticarət. Ticarət orta tuncdadır. Tacirlər qrupunun ayrılması son tuncdadır. Yaxşı, Nərmin, denən görün mənə. Yeni sənət sahələri meydana gəldi desəm, hansı dövrlər üçün oxşar götürə bilərəm? Yeni sənət və yeni təsərrüfat sahələri hansı dövrlərdədir? Neolit. Neolitdə hansılarda? Yeni sənət sahələri. Daş deşmə. Daş işləmə, dəri işləmə, sonra Duluşduluq. duluzçuluq, sonra toxuculuq. Bunlar Neolit dövründə yaranmış yeni sənət sahələri idi. Bəs yaxşı, Xədicə, yeni təsərrüfat sahələri hansı dövrdə yarandı? Orta tuncda yaranmışdı. Hansılar idi onlar? Burada bağçılıq, bostançılıq, şərabçılıq, üzümçülük. Ay, sağ ol. Bəli, bağ, bostan, üzümçülük və şərabçılıq da Orta Tunc dövründə yaranmışdı. Orta Tunc dövrü nə mədəniyyət adlanır, Xədicə? Boyalı qablar mədəniyyət. Bəs Kürərazi mədəniyyəti hansı idi? Erkən tunc. Quruçay mədəniyyəti? Alt paleolit. Alt paleolit dövrü, doğrudur. Yaxşı, siklopik tikililər, yəni təpəgöz qalalar adlanan müdafiə tikililəri vardı. Nə vaxt tikilməyə başlanmışdı bunlar? Son tuncda. Bəli, 3 bucaq, 4 bucaq, trapesiya formaları. Harda rast gəlinir bunlara? Naxçıvanda bir də Gədəbəyin qərb bölgələrində. kəndində. Gədəbəyin Arıqdam kəndində. Yaxşı, kurqanların adlarını çəkə bilərsənmi? Hansı dövrdədir bunlar? Bəli, bunlar son tuncdaydı. Qarabağda Borçsunlu, Sarıçoban, Xankəndi, bir də Xocalı. Xocalı kurqanları var idi. Oğuzda Kərimli. Bəli, Oğuzda da Kərimli təbəqələşmənin dərinləşməsini biz bu kurqanlar əsasında öyrənirik. Xocalıdan adı tapılmış muncuq kimin idi? Assur şahının. Bəli, Azad Nirarinin adı yazılmış muncuq idi. Hansı yazı ilə? Heroqlif yoxsa mixi? Mixiyaz. Mixi yazı ilə idi, doğrudur. Bu bizə nəyi sübut eləyir? Vaxtında, yəni keçmişdə Azərbaycan Suriya ilə də ticarət əlaqələri qurmuşdu. Ay, sağ ol, bəli. Piktoqrafik yazı nümunələri hardan tapıldı? Piktoqrafik Hı. Qobustandan tapılmışdı. Qobustan, sonra Qobustandan sonra Kəlbəcər, bir də Abşeron. Abşeron, Gədəbəy, Qazax bu bölgələrdən tapılmışdı. Piktoqrafik yazı nümunələri. Lamiyə, denən mənə ibadət evlərinin yerləşdiyi ərazilər hardadır? Və həmin ərazilərdə hansı ibadət evləri var idi? Xaçmazda Sərkərdəbə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə. Bəli, 1-ci Kültəpə və Maxda. İlkin şəhər mərkəzləri?
Qarabağda Üzərliş təpə, Naxçıvanda 2-ci Kültəpə, Oğlan qala, Urmiya Bəli. gölündə Göytəpə. Urmiya gölündə Göytəpə. Doğrudur. Nərmin, Muğanda Uzuntəpə adlı yerdən tapılan tapıntılar hansı dövrə aiddir? Tunc dəstəkli qılınclar və dəmir tiyələr deyirəmsə, aklımdan da göründüyü kimi hansı dövrdür? Eneolit. Hansı? Eneolit. Tunc və dəmir. Erken Son tunc, ilk dəmir dövrü. Bəli. Yaxşı. Sonra Nərmin, deyirəm mənə nəyi? Ata xaqanlığı nə vaxt yarandı? Erken Tunç'ta. Ana xaqanlığı nə vaxt yarandı? Alt. Ana xaqanlığı da yarandı üst paleolit dövründə. Üst paleolit. Alt orta ulu icmadır. Yaxşı. Demək, Xədicə, deyirəm mənə nəyim? Ölü yandırma, kollektiv dəfn etmə nə vaxt meydana gəldi? Erken Tunç'ta. Erkən tuncda, doğrudur. Ölülər evlərin içərisində nə vaxt dəfn olundu? Enolit'te. Enolit dövründə. Tayfa nə vaxt yarandı? Tayfa Erken Tunç'ta. Tayfa birlikləri Orta Tunç'ta. Orta tuncda, doğrudur. Bəli. Yaxşı. Mikrolit alətlər nə vaxt meydana gəldi? Mezolit dövründə. Mezolit dövründə, doğrudur. Neolit dövrünə də mikrolit alətləri aid edə bilərikmi? Ola bilər. Bəli. Bəs paleolitə? Xeyr. Dairə formada evlər nə vaxt tikilməyə başlamışdı? Enolit dövründə. Enolit dövründə, bəli. Demək, kifayətdir. Bir dənə də ümumi ibtidai icma sual cavab elədik. Gəlirik topludakı testlərin səhvlərinə baxmağa. Açaq toplunu.